qaldıran Əli müəllimdir. Buyurun Əli müəllim. Prosedural müəllim. Ay, Hə, sağ hə, olun. düzdür. Prosedural. Düzdür. Unutmusa əslində Aha, bildiyiniz bir şeydir. aha. Təşəkkürlər Fidan müəllimə. Buyurun müəllimə, buyurun canım. Bu gün quyruqlu 5 alırsan. Biliyi qəşəng Yox ay görəmisən. müəllimə. Quyruqlu Axırıncısında 5. çaşdım müəllimə. Axırıncısında çaşdım. İndi sizi bir dəfə iş üsulları ilə Olsun müəllimə. sizi sıxışdıracağam Hə, iş üsulları ilə. nə vaxt verəniz Bu gün istəyir indi müəllimə. bu gün iş üsulundan verməyəcəm. Onsuz da təkrara qayıdacağam. Amma ara sıra belə sizi bir çalxalamaq lazımdır. Əfşan Olsun müəllim müəllimə. gəlsin. Hamımızı bir dənə bilikdən daha çox bilikdən verəcəm bu gün. Bəli, müəllimə gəldim. Müəllim şagirdlərdən quşların nə üçün suyun altında yaşaya bilmədiklərini soruşur. Biliyin növü. Peki müəllimə, konseptual? Aha, konseptual, doğrudur. Doğrudur. Şagird ibtidai icma və quldarlıq quruluşunu meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini bir-birindən fərqləndirməyə tapşırılır. Fərqləndirmək deyirsə, bu da konseptual bilikdir. Ay, sağ ol. Fərqləndirərsə idrakın hansı mərhələsi götürərik müəllimə? Müəllimə bir dəqiqə xatırlama yox. İkinci mərhələsi anlamaq idi müəllim, səhv eləmirəmsə. Ay, sağ ol. Xatırlamaq, anlamaq. Anlayır. Şagird fonetik təhlil edir. Biliyin növü. Təhlil edir. Prosedural. Proses gedir müəllim orada ona görə. Doğrudur. Müəllim şagirdlərə musiqi dərsində bəstəkarın əsərinin adlarını öyrədir. O da müəllimə prosedural bilikdir. Deməli, dünya okeanının 4 hissədən ibarət olduğunu bilmək konseptual bilikdir. Konseptual yox, faktoloji bilikdir. Ay, sağ ol, faktoloji bilikdir. Doğrudur. Bəs yaxşı, deyə bilərsinizmi ki, müəllimə, şagird koronavirusdan qorunmağın 3 əsas xüsusiyyətlərinin nələrdən ibarət olduğunu bilir? Bu müəllimə konseptual bilikdir. Konseptual bilik kimi götürə bilər. 3 əsas xüsusiyyətin nələr olduğunu bilir. Bunu deməli konseptual kimi yox, bunu konseptual kimi, faktoloji kimi müəllimə. Elə bil ki, əzbər biliyidir də, deyək ki, bunu. Əzbər biliyidir, bəli. Yəni 3 əsas xüsusiyyət deyəcək ki, məsələn, əlləri yumaq, gigiyenik qaydalara riayət etmək və s. əzbərə dayanan bir məlumatı deyəcək burada. Bəli, müəllimə. Təşəkkürlər Əfşan müəllimə. Qəşəng. Çox sağ olun. Aytaç müəllimə, buyurun. Bəli. Müəllim şagirddən 20-ci əsrdəki dünya müharibələrini fikirləşərək niyə müasir dövrdə dünya müharibələrinin baş vermədiyini soruşur. Biliyin növü. Doğrudur. Şagird verilmiş dövlətləri idarə etmə quruluşuna görə ayırmalıdır. Biliyin növü. Konseptual. Şagird güclü tərəfin oxuyub anlama, zəif tərəfini yazmaq olduğunu bilir. Metakognitiv. Aferin. Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Bu sözlərin mahiyyətini izah edən şagird Konseptual. Ay, sağ ol, konseptual. Yaxşı. Müəllim şagirdlərin qravitasiya sahəsinə dair məsələlərin həlli üçün lazım olan texnika və metodların necə bildiyini yoxlamaq məqsədi ilə tapşırıq verir. Prosedural. Aferin. Müəllim şagirdə instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Konseptual. Aferin. Daha sözüm yoxdur. Hardan deyirəm, oradan deyir. 5 mi aldım? Özü quyruqlu. Aytaç, bir dənə də quyruqlu 5 sənə verdim. Maşallah, maşallah, maşallah. Maşallah kimi olsun. Təkrarda görəcəm hələ sizi. Sonra gəl. Əli müəllim, qatılmaq istəyirsiniz?
Mən qulaq asıram. İştirak eləmək istəmirsiniz? Mənə hamısını mən sual cavab vereyim, əgər olsa qoşularam axı. Kim qaldı sual soruşmadığım? Xəyalə müəllimə, burdasınız? Bəli, müəllimə. Xəyalə müəllimə, müəllim şagirdlərə musiqi dərsində bəstəkarın əsərlərinin adlarını öyrədir. Faktoloji. Şagird fiziki tərbiyə dərsində kəndirlə dırmaşmaq üçün öyrədilən texnikaların birini daima tətbiq edir. Prosedural. Doğrudur. Şagird laboratoriyada təcrübə apararkən maddələrin qarışdırılma ardıcıllığını bilmədiyindən reaksiya uğursuz alınır. Biliyin növü. Konseptual. Deməli, ardıcıllıq var burada müəllimə. Onda prosedural olur müəllimə. Proseduraldır, bəli. Deməli, şagirddə bioloji proseslərin xüsusiyyətini sadalamaq tapşırılır. Bu deklarativ faktoloji. Doğrudur. Şagird cümlənin sintaksis təhlil edir. Konseptual. Sintaksis təhlil, fonetik təhlil. Bu da prosedural olur. Aşkar, bəli. Bu Mən da bu konseptualla proseduralı bəzən qatıram. O anlama olduğu üçün anlayır ki, eləyir də, ona görə konseptual kimi bəzən götürürəm. Yox, müəllim. Yox. Dün test elədim, orada da o səhvim çıxırdı. Bəs yaxşı. Müəllim şagirdlərdən xınalıqların hansı dildə danışdığını soruşur. Burada idrak və biliyi deyin. Hansı dildə danışdığını soruşur. Burada xatırlamadır, yəqin ki. Xatırlama, bilik olaraq. Bilik olaraq faktoloji. Bəli. Dialoqu yoldaşımdan canlandır. İdrakin mərhələsi. Nəyi müəllimə? Dialoqu yoldaşınla canlandır. Burada tətbiq var. Bilik olaraq prosedural. Ay, sağ ol. Kitablar mövzusunu keçərkən müəllim şagirdlərdən ən son oxuduqları kitabın müəllifini soruşur. İdrakin mərhələsi. Ən son oxuduğunun müəllifini soruşur. Xatırlama. Doğrudur. Sonra təşəkkürlər Xəyalə müəllimə. Sevinç müəllimə çıxdı. Əli müəllim, siz gəlin, sizə də bir neçə sual verim. Buyurun. Müəllim şagirddən insanı keçdikləri digər canlılarla müqayisə etməyini tapşırır. Konseptual. Müəllim şagirdlərdən fərd, ailə və kollektiv kimi anlayışları bir-bir ümumiləşdirməyi istəyir. Yenə konseptual. Deməli, şagird verilmiş dövlətlərin idarəetmə quruluşlarını fərqləndirir. Yenə konseptual. Belə olmaz Əli müəllim. Sizin çətinlik dərəcənizi artırmaq lazımdır. Məsələni həll etmək üçün verilmiş düsturlardan ən uyğununu müəyyənləşdir. Müəyyənləşdir, konseptual. Yox, idraki soruşuram burada. Siyasiyanı birdə oxuyuram Əli müəllim. Məsələni həll etmək üçün verilmiş düsturlardan ən uyğununu müəyyənləşdir. Təhlil. Deyirəm ki, şagird özü üçün məqsədlər müəyyənləşdirir, plan strategiyalar müəyyən edir. Burada deməli bilik olaraq metakognitiv. Yaxşı. Deyirəm ki,
Sait və samitlərin növlərinə görə qruplaşdır. Konseptual. Mətnin ideyasına uyğun gələr atalar sözünü müəyyən elə. Burada idrakın mərhələsindir. Müəyyən et. Mətnin Anlama. ideyasını sağ ol, anlama. Biliklər arasında əlaqə yaradan bilik. Biliklər arasında əlaqə yaradan bilik. Hə. Bir dəqiqə. Bu deklarativ olar. Yox. Əlaqə yaradan bilik. Farsça. Bunu bilmədim. Müəllimə konseptualdır bu. Bəli, konseptual bilikdir bu. Hı. Bu biliklər arasında əlaqə yaradan bilik konseptual bilikdir. Müəllim, iş üsullarına keçim sizlə. Nə Digər- dərməzlər? Digər müəllimlərə verməmişəm. Bərabər imkanı pozaq burada. Problem yox. Belə bir sual verim. Şagirdlərdə bu üsul beşlik adlanan iş üsulu. Stingvein. Bu üsulda verilən mövzuya 4 nöqteyi nəzərdən baxılma imkanı verir. Tərifinidir, vacib xüsusiyyətini sadalar, sinonimdir, antonimdir. Söhbət hansı iş üsulundan gedir? Bir dəqiqə. İpucu versən baş tapmaq olar. İpucu. Söz ehtiyatını zənginləşdirən iş üsulu. Bu da bir dəqiqə. Sonra ona nə deyə bilərəm? Söz ehtiyatını Bir dənə söz yazırsan, ətrafında fırlanırsan. O sözdür, odur da o. Elə bir şaxələndirmək kimi bir şeydir. Nə idi ona? O da yaxınlaşırsınız, hə. Adı Freyer modeli. Elə bir şey. Bəli. Freyer modelidir o. Hı. Birgə öyrənmə yoldaş qiymətləndirməsi. Birgə öyrənmə yoldaş qiymətləndir. Birgə öyrənmə yoldaş qiymətləndirməsi. Ən möhtəbər üsul həmişə tez Klassdır. Yox, karusel. Karusel. Sonuncunu da verirəm. Anlayışları müqayisə etmək tələb olunur. Müqayisə etmək. Anlayışları müqayisə etmək. Ən çox riyaziyyat fənnində istifadə olunur. Euler-Venn diaqramı. Bəli, aferin. Bir dənə də quyruqlu 5 sizə yazıram, müəllim. Maşallah sizi amma daha çox sıxışdırdım deyərdim. İndi bu sıxışdırmağın nəticəsini imtahanda görəcəksiniz. Deyərsiniz müəllimə yaxşı ki, məni çətinliyə salıb. Təşəkkür edirəm hər birinizə. Maşallah. Çox sağ olun müəllimə. Yəni həqiqətən hamınızdan çox razıyam. Dekabr qrupum superdir. Super sona qədər belə gedin. Belə getməyin. Daha da inkişafa. Belə getməyin, daha da inkişafa. İnşallah, müəllimlər, deməli, mən bir dənə sizin ev tapşırığınızı verim. Növbəti dərs mən sizə atacağım sinfin idarə olunması. Sinfin idarə olunması çox vacib bir mövzudur. Hələ istəyirəm ki, canlıda da bir dənə mən onun sizə izahını verəm. İndi baxarıq. Sonra sizinlə əsas vacib mövzular müəllim-valideyn münasibətini bir dəfə keçəcəm. Müəllim-şagirdi keçəcəyik. Bullying, buzqıran, vaciblər, onlar hamısı düşən mövzulardır. Yəni, onu sizə deyim. Ondan sonra qaydağın başa bölmə verəcəm, hissə mövzuları təkrarına gedəcəyik. Bir dənə o əsas mövzuları bitirək. Növbəti dərsimiz sinfin idarə olunması olacaq. Bugün 3-cü gündür, 6-cı günə, indi bugün atacağım sizə 6-cı günə qədər onun üzərində çalışarsınız müəllimlər. Canlıda da bir dəfə müəyyən yerlərini izah verib sizə sonra sınağını işləyərik. Sualı olan, təklifi olan, iradə olan buyursun. Təşəkkürlər Əli müəllim, minnətdaram, fidanım mənim. Ürəklərinizə quzu kəsin. Bax, ürəklərə bax. Çox sağ olun, hamınızdan çox razıyam. İnşallah uğur bizimlədir. Uğurunuz uğurumdur. Minnətdaram.
Sağ olun, gecəniz xeyrə qalsın.